Yəni ki mi qrammatik olmalıdır, yoxsa leksik mi olmalıdır? Ki qrammatik olur, ki leksik olur. O heç. Leksik şəkilçi olacaq. Yəni nə zaman bu sifətdir, nə zaman isimdir. Bəli. Qrammatik söhbətini düz deyirsən, amma kiyə aid deyil o qrammatik söhbəti. Kidən əvvəl nə gəlməlidir? Bax, məsələn, deyirəm ki, bizimki. Bizimkiyə sən sual ver. Yəni, necə, nə cür, hansı sualını verə bilmirsən sən buna. Deməli, kidən əvvəl nə var? İm. Yəni, qrammatik şəkilçi var. Qrammatik hissəsini düz deyirsən, orasını başa düşmürsən, amma kiyə aid deyil. Yəni, kidən əvvəl qrammatik şəkilçi varsa, bu olacaq isim. Bəli. Digər, məsələn, dünənki sözü desəm, artıq buradakı ki sifət olacaq. Çünki dünənki nə deyə bilmirsən. Avtomatik söz gəlir. Dünənki hadisə. Hansı hadisə? Dünənki hadisə. Ona görə bu da olacaq sifət, obrisdə isim.